Sabahınız xeyirli, uğurlu və gözəl keçsin. Mən də günümü smuzidən başlayıram. Burada kividir, biraz sudur, kərəvizdir, almadır, yaşıl, xiyar, bir də limon suyu. İndi bunu qoyacağım. Sonra keçirəcəm ələkdən, yəqin ki, belə bir şeydə marliyadan ki, təkcə soku qalsın, onu içim. Ondan sonra 30 dəqiqə keçəcək. Mən səhər yeməyimi eləyəcəm. Yəqin ki, belə nəsə yüngül olacaq. Çünki dünən çox yemişdim. Ona görə bugün yenidən təmizlik eləyirəm orqanizmimi. Ona görə başlayaq. Sizi kofe ilə salamlamıram. Mən sizi smuzi ilə salamlayıram artıq. Və bir buna baxın. Özümüz düzəltmişik. Bizim saçlarımız var burada. Aylin, mən və yoldaşım. Neyse bunu içeyim. Günümüz gözəl keçsin qızlar. Yeməyim də belədir. Avokadolu tost eləmişəm. Altında labnədir. Burada da biraz pul biberdir. Yumurtanı bilmədim. Neyim? Qatdım, qarışdırdım onu köklə. Belə daha ləzzətlidir. Mən gedim yiyeyim. Mənə nuş olsun. Sizlərə də əgər yeyirsiniz bu dəqiqə. Deməli, Aylinkin hədiyəsi bizim Aylin aldığımız hədiyyə budur. Görürsünüz, mətbəx. İndi bunu yoldaşımla açacağıq. Detal onu yığacaq və mən sizə yığılı formada onu göstərəcəm. Açdıq. İçindən bu qədər çox detal çıxdı. İndi upakovkasında var necə yığmaq lazımdır. Biraz burada ağıl işləmək lazım olacaq. Bir də burada nakleyçikalar var yapışdırmaq üçün. Maraqlıdır, konstruktor oxşuyur. Oyuncaqları da buradadır. Nə bilim, limon var burada, nə istəyirsən var, biber, yumurta. Neysə, yığaq, göstərəcəm sizə nə alındı. Belə yığdıq onu. Detalları çoxdur, dəhşət çoxdur. Və biz şəkilə baxıb yığırıq. Yarısını isə burada instruksiyası var idi aşağıda. Mən isə şəkilə baxıb yığıram, mənə belə daha rahatdır. Detallarını görürəm buradan, eyni buradakı kimidir. Qızlar, yığmışıq. Görün, belə gözəl görsənir. Hamısını bir-bir yapışdırmışam. Bilmirəm düz yapışdı ya yox. Hardasa əyri yapışdırmışam. Amma axır ki eləyə bildik. Bunu bitirdik. Bircə buna baxın. İçində balıq var. Burada da yumurta. Həm də səs çıxır. Burada hələ su da var. Onu bilmirəm necə işləyir. İndi yoldaşıma deyərəm baxar. Onu da çəkərəm sizin üçün. Buradan hardansa su gəlməlidir. Çoxdandır qızlar, Aylinin səhər yeməklərini göstərmirəm. Burada tostdur, qara çörək, labnə pendiri ilə, yoğurtdur, bir də omlet. Biraz yulaf da vurmuşam. Paltarlarım var idi burada. Gəlin onları çıxardım mən. Çünki dəhşət toz torpaq deyə. Hələ buranın gününə baxın. Yenə sizlə təmizləmişdim buranı. Bunları çıxardım buradan. Aylinin paltarlarıdır və dəsmal falan. Bu da yıxılıb düşüb yerə, götürüm onu. Elsiva 2 gəldi. Aylin üçün bunları bəyəndim. Çox qəşəndilər. Qiyməti də ki 19.99 20 manat. Elsiva 2 getmişdik. İndirimdə belə bir papaq aldım. 2 manat 99 qəpik. 3 manat. 6 ay 18 aya qədərdir. Böyle Mickey Mouse papağıdır. Taxıran başına çıxardır. Ay necədir? Sonra belə Crocs. Bunları gördüğümdə çox bəyənmişdim. Aylində əslində 22'dir. Mən 23 götürdüm. Çünki video dayandı. O birisilər var onda, amma onlar ona balacadır. Buna da 20 manat verdik. 23'dür. Burada belə zəri var. Qəşəng belə parıldayır. Mickey Mouse kolleksiyasıdır. Minnie Mouse. Maraqlıdır. Bunu da elə Minnie Mouse aldım. Minnie Mouse bunu da aldım. Çox qəşəngdir. Sonra burada bir dənə də belə kesin 15 manat vermişik. Dəsti belə Daisy Duck. Sevdiğim multik oldu benim. Görürsünüz belə də ikili 15 manat. Material da çok qəşəngdir, yumuşaqdır. Bu da şortikadır. Aylin giyindirəcəm. İndi havalar özünə gəlsin. Bunlarla belə look olacaq. Kızlar Aylin'i giyindirdim. Ki siz de görərsiniz. Papağı da dərhal çıxardır. Şortik qəşəngdir. Hoşuma geldi. Ay öyle ne güzel kızsan sen. Çıkartma da.
Böyle katletler elədim. Kabaqdı, bir de kök. Şimdi yağda kızardıram. Burada bir adet yumurtaydı kızlar. Bir de 2 çörek kaşığı un. Geçen kızır. O yansın. Vereceğim Aylinka'ya. Böyle bir şey alındı. Çıkarttım güneşteki görevsiz güzelliğini. 2 tane burada dilim kividi. 3 adet de bilmiyorum. Birini yese böyle şükür. Dediğim kimi köktü bir adet kabaçoktu. Bir tane yumurta, 2 çörek kaşığı un. Все. Ellerimle de forma verdim. Attım, kızarttım. Orada da püresidir. Özüme ice coffee eləmişəm. Dedim biraz özüme gelim. Oturum içim. Sonra durum balık katletlerimi hazır edeyim. Bir de Alin'i yedizledim. Hava da güzeldi ama bakmayarak ki tozlu bir havada. Dedim biraz oturum burada eyvanda ve geçeyim evime. Alin'i yedizdirdim. Bu kadar yemişti. Bu kadar vermiştim. Bu kadar yedi. Bir tanesini yedi yarım. Yani bir yarısıydı burada. Püren yedi. Kaksik'de, kivinde yedi. Şimdi burada katletleri hazır edirəm. Onun için bir veriliş koymuşum ki baksın. Ben tez bunları hazırlayayım. Akşam yemeği olacak bizim için. Hem Aylinka için. Bu balacalar Aylin'indi. Sabahınız xeyir, hər vaxtınız xeyir. Da Aylinka üçün çamadan yığmışam. Gedirik qaynanam gələm. Biraz dincələk, ev abu havasını dəyişək. Yığdığım bunlardı. Hipin çayıydı, kimdəmin suyuydu. İndi ona Herkules verirəm ki sonra bunu verebilirim rahat. Çünkü bunu her gün verende sonra mən tembellik öldürür ki mən onun için karşı pişirmirəm, sadece hazır veririm. Ona göre dərdlərim məni yiyir. Ona göre bugün Herkules verdim. 2 günde bundan yesin, eve qaydanda da Herkules yiyecek. Valçıkasını getirdi. Aylinka da buradadır. Yaxşı kızım, açıram yemeği sonra, хорошо. İndi Herkulesini hazır edeyim, yedizdirim. Hazır eləyim onu. Özüm sonra hazırlaşacağım. Özümə paçı koymuşam ki üzümün şişkinliği geçsin. Benden de korkmayın. Ev halındayım ve indi o yuxudan oyanmışam, ona göre ve böyle şişkin görsənebilirim. Ona göre benden hiç korkmayın. Bence bu her bir hanımın normal bir vəziyyətidir səhər oyananda. İndi bu paçaları çıxardım çünkü artık quruyur. Qurudu. Size diyeyim ki böyle wow eləmədi. Hələ də üzüm şişdi, bu tərəflər, buralar. Vaykiki'den yine halin için böyle yaylıq paltarlar götürdüm. Dəsti bu. Böyle qəşəm Mickey Mouse'dur her şey. Çünkü Disney kolleksiyasıdır Vaykiki'de. Böyle bir köynəydi. 15 manat vermişəm ikisine. Bir de böyle şalvarı. Minnie Mouse yazılı. Bir de böyle qəşən nazik köynək. Bayra çıkmak için. Buna da biz 10 manat verdik. Çok qəşəndi. Buradaki vişnəni beğendim. Vişnədir yoksa nədir? Vişinkalar. Çok qəşəng görsənir. Tam Alinə yaxın götürdüm 12 ay. 9-10 kilo. Başına geldi. Aylinkanın paltarlarını da yerleştireyim. Skaskalarını da götürmüşüm. Şimdi bunları yerlerine koyayım.
Alinka'ya burada böyle bir sup elədim. Toyuqla. En sonda da göyərti qatdım bura. Toyuq idi, bir de biber yaşıl. Kartoşka da var. Şimdi verim, dizdirim onu, görüm yiyeceği ya yok. Alın amele kızım. Böyle geçen supçuk alındı, dizdirəm onu. Dişləri çıxır deyə çox zəif yeyir, həm çox kaprizlidir. Ona görə yola verək onu hələlik. Qoysun supçuk. Am? Supumu da bəyəndi, çox şükür. Ты с кем там разговариваешь, Алин? Патя. Ну, иди полежи, да, пока. Вкусненько. Понюхай. Так делай. Что? Gecə qayıtdıq evə. Cəmi bircə gecə qaldıq biz qaynanamgildə. Çox şey çəkmədim çünki orada əsas odur istirahət edirdim. İndi bazardan gəlmişik. 1 manata pomidor almışıq. Bunu hamısına 3 yoxsa 4 manat pul vermişik. Soğanla kartoşkaya lobya 2 manat idi. Banan götürdük bizim balaca yerli bananlarımız. Zirənin də yoxsa haranındır? 3 manatlı kilosu. Sonra badımcan, bu marketten götürdüğü çipsidir. Pişin yemeği de çörəkdir. Hələ paltarları çıxartmamışam. Ailənin orada da paltarları var. Hamısını çıxartmaq lazımdır və inşallah ki sizinlə sağollaşıram və səhər görüşərik.